İsmail bilir, bizi satandan xəbəri var. Onu özüm deyim ona. Ay İsmail, Nə çalın oldu? sənin xəbərin oldu. Hə. Bizi o gün Sözünü dedi, ürəyimi partlattın. bizim o günkü haqsalımızı Hə. mən öyrəndim, yerini satdım, bizi kim satıb eviyəsinə. Desən olur. Sən özüm ölüm. Desən öl. Sən özüm ölüm deyirəm. Kim satıbdı? Dəqiqliyinə yerinə satıb. Kim satıbdı? Vali, eviyə sözü dedi. Bizim vali. Nerede bizim vali? Bizimle oturup çörek kesir, bizimle yiyen, içen. Lazım olan vaxt cebimizdən pul çıxarıb ona veririk. Görsən, Ha, ha budur. görsən atalar nə deyirsən? Düz deyir. Nə deyir? Çeşmə namərd körpüsündən deyir. Ay. Çeşmə namərd körpüsündən. Deyir 100 yerdən peyvənd et. 100 yerdən cala, cır öz kök üstə, cır qalacaqdır. Ay alçağı ucatsan uca dağ kimi, xeyri yoxdur. Yeri gələn kimi alçalacaqdır. Düz. Bürlyan da olsa da qarğa yuvası, adı ki qarğadır. Nedir mənası? Düz. Meydanda tək qalsa Laçın balası, gene Laçın kimi vurulacaqdır. Atı at eyləməz qızıldan yəhər. İlan da torpaqdan götürür zəhər. 100 il xaraba qalan şəhər gene şəhər olub ucalacaqdır. Evet. Adam deyil axı. Onun üçün deyir, adam var ki adamların naxşıdır. Adam var ki eşşək ondan yaxşıdır. Evet. Adam var ki dindirəndə can deyir. Adam var ki dindirməsən yaxşıdır. Böyle yıxıb belə ayaqlayıb bırakasan. Düz. Sabahleyin yıxıb belə itibarədə ayaqlayacağım, sen de bakarsan. Sen bizden dur çörek kesip, bizden ne diyeyim? Sözüm yoktur. Neyse, kandu qaradır. Eşlə məni. Uzaqlaşdıraq onu özümüzdən çıxsın Evet getsin. delisi deme, sen işi yok. Ben bilmem neyini. Teresme. Ha, heç sən özün yola və getsin, cəhənnəm olsa hər şey. Ürəyimi sıxma.